Azərbaycan, dünya katoliklərinin mərkəzi olan Vatikanla əlaqələri möhkəmləndirərək öz xarici siyasətinin coğrafiyasını daha da genişləndirir. Birinci vitse-prezident Mehriban Əliyevanın müqəddəs taxtaca rəsmi səfəri bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirilir. Səfər Azərbaycanın təkcə siyasi deyil, həm də humanitar və mədəni diplomatiyadakı fəal rolunu bir daha nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın müqəddəs taxtaca rəsmi səfəri bir neçə aspektdə diqqət çəkir. Səfər Azərbaycanın humanitar diplomatiya istiqamətində apardığı siyasətin növbəti nümunəsidir. Vatikan dünya katoliklərinin ideoloji mərkəzi hesab olunur. Təxminən 2,3 milyard xristianın 1,4 milyard nəfəri katolik məzhəbinə malikdir. Bu cəhətdən də səfər Azərbaycanın uğurlu xarici siyasətinin əhatə dairəsini genişləndirir. Azərbaycanın siyasəti bugün bölgədən kənara çıxır. Latin Amerika hamısı demək olar ki, katolik kilsəyə bağlıdır. İndiki Roma papası da Latin Amerikada fəaliyyətini göstərdi. Baxmayaraq indi ABŞ vətəndaşı idi, daha çox Latin Amerikada fəaliyyət göstərirdi. Bunlar hamısı vacibdir və vitse-prezidentimizin Mehriban xanımın Vatikana səfəri, bizim orada xüsusi nümayəndəliyimizin açılması da bu əlaqələrin möhkəmlənməyə xidmət edəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri həm də mədəniyyətlər arası və dinlər arası dialoqun inkişafına töhfədir. Xüsusilə katakomblar və bazilikalarda aparılan bərpa işləri, Bakıda 2-ci katolik kilsəsinin inşasına dəstək Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə imicini möhkəmləndirir. Azərbaycan dinlər arası dialoqun demək olar ki, mərkəzlərindən birinə çevrilib və bu baxımdan da bu əlaqələr vacibdir. İndi yəni həm İslam demək olar ki, genişlənir, dünyada xristian, katolik kilsə də demək olar ki, indi genişlənməsə də ancaq xeyli nüfuzunu saxlayıb və bu baxımdan da həm mədəniyyət üçün, həm din üçün yeni şəraitdə dialoqu olduqca əhəmiyyətlidir. Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın həm də mənəvi və mədəni dəyərlərə bağlılıq cəhətdən fərqləndiyini göstərir. Bu fəaliyyət xalqlar və mədəniyyətlər arası sülh, qarşılıqlı etimad, həmrəylik və birgə inkişaf prinsiplərini möhkəmləndirir.